seyirciler, bildiğiniz kimi bura 1941-45-ci ilin abidəsi olan bir yerin yerdir. Burada 1-ci Qarabağ müharibəsi zamanı şəhid olan şəhidlərimiz dəfn olunubdur. Burada da gördüyünüz kimi Vətən müharibəsi şəhidləri tarix yazan qəhrəmanlarımız adlı lövhədir. Bugün də bildiyiniz kimi Azərbaycanın milli qəhrəmanı 1-ci Qarabağ müharibəsinin şəhidi İskəndərov Əlabbas Qaraoğlunun ziyarətə gəlmişik. Ziyarətə gələn yoldaşları da, döyüş yoldaşları, qazilər də burada iştirak edirlər. 1-ci Qarabağ müharibəsinin şəhidi Azərbaycanımızın milli qəhrəmanı İskəndərov Əlabbas Qaraoğlunun bugün ziyarətə gəlmişik. Əlabbas 20 noyabr 1958-ci ildə Ağdam rayonunun Kütlər kəndində anadan olubdur. 5 mart 1992-ci ildə Qazançı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Şəmsəddin Cəfəroğlu İskəndərov 23 yanvar 1963-cü ildə Ağdam rayonu Xəçindərbə kəndində anadan olubdur. 3 mart 1992-ci ildə şəhid olubdur. Allah rəhmət eləsin. Polis əməkdaşı şəhid Ələkbərov Salih Surxayoğlu 26 iyul 1963-cü ildə Ağdam rayonunun Əlağalı kəndində anadan olmuşdur. 15 may 1992-ci ildə Ağdamın azadlıq uğrunda qəhrəmancasına şəhid olmuşdur. Allah rəhmət eləsin. Azərbaycanımızın qəhrəman şəhidlərindən olan 1-ci Qarabağ müharibəsinin şəhidi Şirastan Qaçayoğlu Nəsibov 20 iyun 1963-cü ildə Ağdam rayonu Xəçindərbə kəndində anadan olmuşdur. 4 mart 1992-ci ildə Ağdərə rayonunun Qazançı kəndi uğrunda gedən döyüşlərdə öz zirehli maşını ilə minəyə düşərək şəhid olmuşdur.
Əziz izləyicilər, bura Ağdam rayonunun Kütlər kəndidir. Burada Kütlər kəndində gəzərkən nəzərimi bir yazı cəlb elədi. Yaxınlaşdım bu evə. Deməli bu ev kimindirsə bilmirəm. Belə qırmızı kraska ilə bir dənə bura gül şəkili çəkilib. Belə bir gül şəkili çəkilibdir. Bir də yazı ilə bura bir dənə belə bir 1987 rəqəmi yazılıbdır. İndi yəqin ki bunu ev kimindirsə sosial şəbəkədə görəndə tanıyacaqdır. Bir dənə də burada belə bir traktor kabinası qalıbdır. Traktor kabinası qalıbdır belə bir dənə. Bu tərəflərdə də belə evlər var. Evlər tamamilə məhv olubdur. Və belə bir yerdə var. Belə də bir şey deyim ki, bu ev rəhmətli Azərbaycanımızın milli qəhrəmanı Əlabbas İskəndərovun evinin aşağı hissəsindədir. İndi birazdan Əlabbasın evində mən çəkib göstərəcəm sizlər üçün. Baxarsınız. Yəni bura Ağdam rayonunun Kütlər kəndidir. Gördüyünüz kimi erməni vandalları buranı da tamamilə məhv eləyibdir. Bu gördüyünüz ev Azərbaycanımızın milli qəhrəmanı İskəndərov Əlabbas Qaraoğlunun evidir. İskəndərov Əlabbas 1992-ci ildə Ağdərə rayonunun Qazıntı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Salam. Salam. Burada oturan hər bir 4 nəfərin biri 4 nəfər 1-ci Qarabağ müharibəsinin ilk kəşfiyyatçılarından olubdur. İlk kəşfiyyatçı qruplarından biri də rəhmətli İdris dayı olubdur. Hümbətov İdris dayı. Yəni 63 yaşında kəşfiyyatçı bir adam olubdur. Onunla bağlı xatirələrinizi deyərdiniz. Bir də Fərman olubdur. Məmmədov Fərman Umudoğlu. Onun haqqında da xatirələrinizi danışardınız. Bir də Azərbaycanımızın milli qəhrəmanı Əlabbas İskəndərov. Onun da haqqında elə bir xatirələrinizi bölüşərdiniz də. Bir neçə kəlmə deyərdiniz. Çox sağ ol qardaş. Allah səndən razı olsun. Hər üç adam haqqında mən oturub saatlarla danışıram. Belə sual verirsən ki, deyəcək olur xatirələrim çoxdur. Amma hər bir haqqında qısa danışın. İdris ki, bizim kəşfiyyat dəstəsinin ən yaşlı, ağsaqqal kəşfiyyatçısıydı. Böyük əziyyətli xidməti oldu Azərbaycan ordusunun formalaşmasında, bizim kəşfiyyat dəstəsinin formalaşmasında. Əziyyətli xidməti çoxdur. Fərman da çox ləyaqətli, çox cəsur bir döyüşçüydü İdris dayı kimi. İdris dayı yaşlıydı, Fərman gənc idi, Sənan idi, Fərman idi, Pərviz idi var. Allah sağ eləsin. Amma Sənan da şəhid oldu, Fərman da şəhid oldu. Fərman çox əziyyət çəkir. Mənim o xatirələrinə yazmışam onun döyüş yolundan əziyyətindən. Və o şəhid olanda mən yox idim, yaralıydım. Allah rəhmət eləsin Fərman qardaşımıza da. Əlabbas haqqında da deyim ki, Əlabbas da Azərbaycanın milli qəhrəmanı, o da bizim ilk kəşfiyyatçılardan idi. O da Qazancı döyüşündə bir yerdə mənim qucağımda can veribdi Əlabbas. Eldar Səmədov, mən bir də qalaçılar Məhəmməd də həmən o ərazidə idi bir yerdə. Döyüşdə, Qazancı döyüşündə şəhid oldu Əlabbas. Allah hamısına rəhmət eləsin. Hər bir ayrı-ayrılıqda bir qəhrəman insanı. Hər bir, vallahi. Bu qədər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı qazilərimizə can sağlığı versin. Allah sizlərə də ömür versin. Belə məlumatları çatdırırsınız. Bir məlumat deyim ki, biz İdris Şəhid rəhbərliyi ilə, ondan əvvəl Əhbər Məmmədovun bizim kəşfiyyatın komandı rəhbərliyi ilə, Gəncədən Aydın var idi, o da iştirak edibdi, Sənan özü də. Bizim kəşfiyyat çox dərinliklərə getmişik, düşmənin dərinliyinə. Çox yerə getmişik. Birini deyim ki, elə 366-cı alayın mövcud olan vaxtı 91-ci ildə Xocalı hadisəsi olmamış. Onların hərbi hissənin
müəyyən sənədlərini bizim kəşfiyyat dəstəsi məhz bizim o Əkbər Məmmədovun rəhbərlik elədiyi kəşfiyyat üslubudur. Ora kəşfiyyata sızıbdılar. Şeyh Müzeyinin tapşırığı ilə orada müəyyən sənədlər əldə eləmişdilər. Yəni, çox dərinliklərə işləyən əməliyyatlar keçirmiş. Bu qədər. Yani Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Yani bugünümüzə şükür. Yani işğaldan torpaqlarımız, ərazilərimiz azad oldu. Bugünkü gün gəlmişik. Azərbaycanın milli qəhrəmanı bizim kəşfiyyatımızın ürəyi Ələbbas İskəndərovu məzarı ziyarət elədik ailəsiyle birlikte. Yani ben biraz İdris Əm hakkında danışardım. İdris dayı hem oğlu hem dayı oğlu bir hamımızda. Yani İdris kişi yaşına bakmayarak çok cəsur kişi. Yani ben ona derdim ki Azərbaycanda neçə milli qəhrəman varsa, yani o qəhrəmanlardan biri de İdris dayıdır. O halkın qəhrəmanıdır. Milli bizim qəhrəmanımız, evet. Milli qəhrəmanımızdır. Yani bu Fərrux dağı elə bir yerdir ki, yani dəfələrlə onu birinci təyyarələr biri ilə bombardıman elədilər. Ne elədilər? Onların oradakı mövqeyi nə dağıldı, nə ələ keçirdi. De mümkün deyildi. Pastiyanı da müqavimət göstərdilər. Bizim Ağdam ərazilərimizdə yerləşən kəndləri vururdular. Amma İdris kişi bizi elə bir yerlə, o yarım saatlıq yolu bizi 3 saat yarıma qaldırdı Fərrux dağının başına. Elə yerlərlə apardı ki, ödə bir cərgə yığdı. Yani təsəvvür edin də bax, qardaşlar, o qədər yüklüydük ki, mən şəxsən nə də dayanıb bir nəfəs almağa baxdım. Mən maykamı əynimdən cırdım, çıxartdım altında. Yəni, gücə hava aydınlaşanda rəhmətli İdris dayı bizi Fərrux dağının bax, o əlçatmaz zirvəsinə qaldırmışdı. Düzdür, orada qeyri-bərabər döyüşdə itkilərimiz oldu, çəkil-çəkdə, amma o kişi bizi ora çıxartmağa nail oldu. Yani elbette ki qeyri-bərabər döyüş idi. O boyda Rus texnikalarından istifadə olunurdu. Amma ona baxmayaraq rəhmətlik bizi o yüksəkliyə, alçatmaq yüksəkliyə qaldırdı. Allah ona qəni-qəni rəhmət eləsin. Onun timsalında bizim o Azərbaycanda ilk yaranmış ordunun kəşfiyyat dəstəsindən dünyaların dəyişənləri, şəhid olanların, Allah məkanların cənnət eləsin, ruhları daima şad olsun. Ümumiyyətlə Azərbaycanın ərazi bütövlüyü uğrunda kim şəhidlik zirvəsinə qalxırsa, Allah onlara qəni-qəni rəhmət eləsin. Onlar ən yüksək zirvədədir. Onlar Allahın dərgahındadır. Biz bu günümüzü həmişə, daima, yani Azərbaycan yaşadıkça onlara borçludur. Allah qazilərimizə acil şifalar versin. Bu qədər. Yani bu günümüzə şükür ki, ölkəmizdə bu işğala son qoydu. Müzəffər Ali Başkomandanımız Müzəffər ordumuzla, xalq birliyi ilə torpaqlarımızı işğaldan azad elədi. Yenə də Allah cəm şəhidlərimizə rəhmət eləsin, ruhları daima şad olsun.